Bu pasiyentimizde ne baş verib? Bu dişi yarımçıq doldurublar. Bu birisi yanında da eyni bu diş kimi yarımçıq doldurulmuşdu. Kist əmələ gəlmişdi. Həmin kistal diş çəkildi və dərhal da yerinə implant əkildi. Sadəcə pasiyent bu diş ağrı vermədiyi üçün bunu çəkdirmək istəmədi və ona görə də bu dişi saxlayası oldu. Ancaq izah olundu ki, yəni kanallar axıra kimi doldurulmadığı üçün gələcəkdə bu da fəsad verəcək. Çirk eləyəcək, kist əmələ gələcək, hətta fistul verib üzünə qədər ağırlaşa bilər. Yəni bu da izah olundu. Ümumiyyətlə dişlərin müalicə olandan sonra həkiminizdən kanalların axıra qədər doldurulmağını rentgen müayinəsini tələb edin. Özünüz dərhal doldurandan sonra baxın, görün, axıra qədər dolub yoxsa yox. Yəni bu şərtdir, üstünü bahalı diş və yaxud da nə bilim, fərq eləmir. Kanallar axıra qədər işlənməyibsə, üstünün dişini istəyirsiniz, ən bahalı diş qoydurun. O bir müddətdən sonra qısa vaxtda kist əmələ gələcək, abses verəcək, üzə, çənəyə, boğaz nahiyəsinə böyük fəsad verəcək, sonra ağırlaşacaq, bu cərrahi müdaxiləyə qədər gəlib çıxacaq. Ona görə bu rentgen kanalların doldurulmasını rentgeni tələb edin, baxın. Arxayın olun ki, kanallar axıra qədər doldurulub, düzgün müalicə olunub.